sifətin isimləşməsinə. Yadınızda qalsın ki, sifətin isimləşməsi nədir? Sifət isimləşərkən ismə aid olan hansı xüsusiyyət varsa, bir çoxunu qəbul edə bilir. İsmə aid olan əsas xüsusiyyət hansıdır? Kim nə sualına cavab verir? Haranı demirik. Kim nə sualına cavab verəcək? Bir də ismə xas olan mənsubiyyət, hal və cəm şəkilsini qəbul edə bilir. Şəxs xəbərli şəkilsi ümumi kateqoriya olduğuna görə bütün nitq hissələrinin üzərində şəxs xəbərli şəkilsi ola bilər. Amma öncə şəkilsiz versiyanı sizə izah edeyim. Siz bilirsiniz ki, İgid hansı suala cavab verir? İgid. İgid necə? İgid insan deyirsən, necə insan, nə cür insan, igid insan. İgidə necə sual verirsən? İgidə sifət deyirsən də, sifətdir də igid. Amma indi sən deyirsən ki, igid bir dəfə ölər. Ay sağ ol. İgid bir dəfə ölər. Deyirsən ölər. Burada hansı sualı verirsən sən buna? Kim? İndi sizcə igid burada bayaq sifət idi. İndi igidə burada isim deyəcəksiniz. Xeyr. Xeyr təbii ki. Çünki igidə burada nə deyəcəksiniz yoldaşlar? İsimləşmiş, qulaq asırıq. İsimləşmiş sifət. Sanki bir gün məktəbdə informatika müəllimimiz gəlməyib, riyaziyyat müəllimi 1:45 dəqiqə informatika müəllimini əvəz edib. Onda riyaziyyat müəllimi informatika müəllimi olur. Xeyr yoldaşlar. Sadəcə bir dərsi ona əvəz edib. Burada da fikirləşin ki, İgid sanki bir situasiyada, bir hadisədə gəlib ismi əvəz edib. Onda ism olur. Xeyr, bunun keçmişi dəyişmir. İgid keçmişdə nə etsin, yenə də odur. Sən onu morfoloji təhlil zamanı yenə də nə götürəcəksən? Morfoloji təhlil zamanı yenə nə götürürsən? Yenə də yoldaşlar sifət götürürsən. Başqa bir nümunəni izah edeyim sizə. Məsələn, şəkilçi versiyası. Dəniz cəsurları sevir. Dəniz cəsurları sevir. İndi cəsuru sən qıraqda bilirsən axı ki, cəsur insan necə, nə cür insan? Cəsur nədir eksəsi olaraq? Sifət. İndi burada deyirsən kimi sevir cəsurları? Bəyən burada gəldi, ismin şəkilsin qəbuliyyə isim oldu. Xeyr yoldaşlar, burada sən buna deyəcəksən ki, bu isimləşmiş sifətdir. Sadəcə üzərində mənsubiyyət və hal şəkilsini qəbul etməklə müəyyən bir hadisədə, məqamda ismi əvəz edib. Amma isim hesab olunmur. İsimləşmiş sifət deyirik biz ona. İndi desən ki, mən cəsurun şəkilçili versiyada tapa bilməyəcəm ki, bu isimdir yoxsa sifətdir. Həmin dəqiqə yanındakı şəkilçini çıxırsan, yanına bir isim əlavə edə. Dəniz cəsur insanları sevir. Yəni onlar və şəkilçi əslində ismindir, ixtisar olunur. Dəniz cəsurları sevir. Yəni dəniz cəsur insanları sevir demək. Necə insanları cəsur? İsimləşmə bu deməkdir. Başqa bir nümunə deyəyin yoldaşlar. Məsələn, körpəyə sual verin. Körpə necə, nə cür körpə? Düzdürmü? İndi desək ki, körpə mışıl yatırdı. Yatırdı kim? Körpə. İndi buna kim deyəndə siz bunu avtomatik ismə çevirə bilərsiniz yolca. Elə bir şey olar. Xeyr. Sadəcə olaraq bu cümlə daxilində körpəyə deyəcəksə, körpə yenə sifətdir. Sadəcə olaraq bu dəfə buna sən isimləşmiş sifət. İsimləşmiş sifət nə deməkdir? İsmin xüsusiyyətlərini qəbul edən. Xüsusiyyət də nədir yoldaşlar? Kim sualına cavab verməlidir. Bildiniz bunu? Gəlin yenə başqa bir nümunə izah edək. Məsələn, dünənki hadisə yadındadırmı? Deyirsən ki, hansı hadisə? Hansı? İndi deyirəm ki, dünənkilər yadındadırmı? Dünənkilər yadındadır. Yoldaşlar, burada indi neynədin sən bunu? Cəm şəkilsi əlavə edin.
Yadındadır deyirsən. Nə? Dünənkilər. Dünənkilərə biz isim deyə bilmərik. Buna nə deyirik? İsimləşmiş sifət. Cümlə daxilini sən necə tapacaqsan ki, dünənki ism imiş yoxsa sifət imiş? Yenə də dünənkinin yanına özündən isim əlavə elə. Məsələn, dünənki hadisə yadındadır. Hansı hadisə? Başa düşdük. Necə isim sifətləşirdi? Dəmir yumruq dedik. Başa düşdük. Daş hasar dedik. Necə onu sifətləşdirmişdiksə, eyni sifəti də isimləşdirdiniz. İndi gəldik, amma biz baxırıq ki, xəbər şəxs xəbərlik çəkiciləri qəbul etdikdə, şəxs xəbərlik çəkiciləri qəbul etdikdə hansı proses baş verir yoldaşlar? Xəbər şəxs xəbərlik çəkicisi qəbul etdikdə isimləşə də bilir, isimləşməyə də bilir. İsimləşməyə də bilər. İndi biz bunu necə başa düşürük? Məsələn, gəlin bir nümunə deyək. Deyirsən ki, bizi xilas edən oğlan, bizi xilas edən oğlan igiddir. Sual verin bir dənə buna. Üzərindəki dır şəxs xəbərdir. Bizi xilas edən oğlan igiddir. Burada igiddirə hansı sual verəcəksiniz? Necədir? Nə cürdür? Burada indi sizcə sifət isimləşir yoxsa isimləşməyib? İsimləşmir. Necədir sualını verdiksə, deməli sifət burada isimləşmədi. İndi desək ki, yəni bu nə deməli? Bizi xilas edən bəli, igid oğlandır deməkdir də bir növ. Amma indi desən ki, belə desən amma. Bəli. Bizi xilas edən o igiddir. Yəni burada o şəxs əvəzi anlamda yox, işarə kimi. Bizi xilas edən o igiddir. Kimdir? Hansı igiddir? O igiddir deyirsən. Başa düşdük. Burada amma sən bunu subyekt anlayışında görürsən. Yəni işi icra edən şəxs anlamında gördüyün üçün sən buradakı igidə deyəcəksən isimləşmiş sifət. İndi sizdən bir şey soruşum. Sizcə sifət kim nə sualına cavab verəndə isimləşir, isimləşmir? İsimləşir. Bəs sifət hal şəkilsi qəbul etdikdə isimləşir. Bayaq dedik, dəmir cəsurları sevir. Bəs sifət sizcə mənsubiyyət şəkilsi qəbul edəndə isimləşir. Mənsubiyyət qəbul edəndə isimləşir də. Deyirsən ki, məsələn, igidim sənsən. Deyirsən ki, mənim igidim. Burada da neynədir? İsimləşdi. İsimləşdi. İndi yoldaşlar, bəs sizcə sifət şəxs xəbərlik şəkilsi qəbul etdikdə isimləşir, isimləşmir? Necə? Həm isimləşir, həm isimləşir. Həm situasiyadan asılı olaraq həm isimləşir, həm isimləşmir. Yadınızdadırsa bayaqlarımı sizə burada izah elədik. Bizi xilas edən oğlan igiddir. Necədir? Bizi xilas edən o igiddir. Kimdir? Yəni, şəxs, buradan belə başa düşdünüz ki, hər şəxs xəbərlik şəkilsi qəbul edən sifəti isimləşmiş saya bilərik. Xeyr. Sual verəcəksən. Əgər sifətin sualına cavab verirsə, isimləşməyib. İsmin sualına cavab verirsə, isimləşib. İndi sizə bir sual verim. Bayaqdan danışırıq. Sizcə sifət isimləşəndə, yəni əgər sifət isimləşirsə, hansı xüsusiyyətləri itirir yoldaşlar? Hansı xüsusiyyətləri itirir? Ay sağ ol. Bax kimsə dedi yerdən təyin olmaq xüsusiyyətini itirir. Sonra
Necə, nə cür, hansı suallarına cavab vermək xüsusiyyətini itirir. Düzdürmü yoldaşlar? İndi qulaq asırıq. Əsas fikirləri sizdən soruşum mən. Bu itirdiklərdir. Sizcə sifət hansı xüsusiyyətini heç vaxt itirmir? Fikirləşin sonra. Heç vaxt itirmir. Sifət hansı xüsusiyyətini heç vaxt itirməz? Təyin olmağı itirdi. Necə nə cür sualı itirdi. Bəs sifəti isimləşdirəndə sizcə nəyi itirmədi? Konkret üzərə. Konkret mücərrət olma ismə xas olan xüsusiyyətdir. Sifət nəyi itirdi soruşur. İtirmir soruşuram. Biraz dərin düşünsəz. Ona aid mən nümunə yazmadım əslində lövhəyə. Kimsə dedi. Yox. Dərəcələrini. Bəli, amin, düzdür. Deməli, başa düşdü ki, sifət dərəcələrini isimləşsə belə itirmir. Desəz ki, yox, isimləşmədə deməmişim. Dərəcələrini itirmir. Məsələn, deyirsən ki, baxın uşaqlar, qıpqırmızı hansı dərəcədədir? Ay, sağ ol, çox atma dərəcəsi. Düzdür. İndi nümunəyə baxın. Almaların qıpqırmızılarını mənə ayırın. Fikir verin indi burada. Almaların qıpqırmızılarını mənə ayırın. Burada sən baxırsan ki, cəm var. Cəm şəkilçisi var. Mənsubiyyət var. Hətta hal da var. Yəni 3 şəkilçi, 3-ü də var bunun üzərində. Avtomatik isimləşir. Çünki nəyimə nə verində? Almanın qıpqırmızı. İndi söz birləşməsini tərkib edəndə bir-iki fərqli olunur. Amma belə yəni qıraqda başa düşməyiz üçün desən, nəyi deyirsiniz və bunu isimləşmiş sayırıq. Amma almaların qıpqırmızıları cümləsində, almaların qıpqırmızılarını mənə ayırın cümləsində. Qıpqırmızı yenə sifətin hansı dərəcəsidir? Yenə çoxaltma. İtirdi bəyəm. Burada sən buna adi azaltma deyə bilərsən. Xeyr, yenə çoxaltma dərəcəsidir. Belə başa düşdünüz ki, sifət nəyi itirmədi yoldaşlar? Dərəcələrini heç vaxt itirmədi. Başa düşdünüz bura qədər. İndi dərəcələrini nəyə anlamadınız? Yaxşı, sizə sual verim onda. Sizcə tünd yaşıl necə yazılır? Defslə yazılır. Açıq qırmızı defslə. Alayanımçı defslə. Yaxşı, bəs sizcə dümağ qırmızımtı hansı dərəcədədir? Bəs bitişik yazılır. Yaxşı. İndi siz mənə deyin görüm az qırmızı hansı dərəcədədir? Az qırmızı azaltmadır. Bəs açıq kitab hansı dərəcədədir? Açıq kitab. Yəni açıq kitabda sifət hansı dərəcədədir? Adi dərəcədədir. Çünki kitab isimli. Yaxşı. Tün xasiyyət insan. Adi dərəcədədir. Yaxşı. Açıq qəlbli insan. Adi. Açıq qəlbli. Adi dərəcədədir. Yaxşı. Sizcə hündürboy insan? Yekəpər? Adi dərəcə. Bəs qıpqırmızı? İndi sizə bir sual verim. Sizcə yoldaşlar? Dümdüz sözü. Deyirsəni flankes dümdüz adlanır və ya da dümdüz xətt çəkdir. Lövhədə dümdüz xətt çəkdir. Sizcə dümdüz çoxaltma dərəcəsinin fikirləşin ha, morfoloji yoxsa sintaktik üsuludur? Yəni morfoloji üsuldur, yoxsa yoldaşlar sintaktik üsuldur? Morfoloji üsuldur. Çünki sən başa düşdün ki, düzün, yəni düm hissəciyi deyil də orada. Düzün, samitin ixtisar edir, yazır, düz. Düzdür. İndi siz mənə deyin görüm. Dümdüz daha da oxudu. Sizcə balaca hansı dərəcədədir? Adi dərəcədədir, yaxşı. Sizcə açıq-aşkar hansı dərəcədədir? Adi dərəcədədir. Sifət kimi işlədikdə adi dərəcədir. Çünki istisnadır ki, açıq söz var. Defsdən yazdım, amma dərəcə deyil. Yaxşı. Sizcə kiçikcə
Kiçikcə dəftər. Çox atma. Bəli. Kiçik deyirəm, bunlar da elə başa düşür ki, azaldıram dayı-dayıcada. Deməli, gözlə girməsin yazıqsız. Kiçikcə. Kiçikcə, yoldaşlar. Bu sizin kiçik sifətiniz. Bu da ca ədatınızdır da. İndi kiçik azaldıram. Yəni elə başa düşürsünüz ki, kiçik azı deyil, azaltma olur bəli. Yox, üstündəki əlamətə fikir ver. Morfoloji əlamətə fikir versən ki, ca ədatı varsa hansı dərəcə götürdün? Çoxaltma dərəcəsi götürdün. Yaxşı. İndi deyin görüm. Sonra deyin görüm. Ən dəyərli sözü mən dedim. Burada sifət hansı dərəcədədir? Çox atmadım. Düzdür. Dostum çox gözəl yazırdı. Burada sifət hansı dərəcədədir? Zərfdir, bəli, bəli, bəli. Həmidə və Lamiyə doğru deyir, yoldaşlar. Yenə gözünüzə girsin bu dəfə. Niyə? Çünki bayaqdan mən dedim ki, özündən sonra feil gəlirsə, sən ona diqqətli ol. Burada çox o zaman dərəcə əlaməti bildirir ki, özündən sonra nə gəlsin? Sifət. Burada özündən sonra feil gəlibsə, buna nə deyirsən? Zərf deyirsən. Burada çox çoxaltma dərəcəsində xüsusiyyət sayıla bilər. Xeyr. Burada çox sadəcə olaraq ədatdır. Bu da zərfdir. Dərəcəyə görə dəyişməkdə yalnız hansı eksəsinə aiddir? Sifətə. Tamam yoldaşlar, bu qədər.